İsim mövzusunun növbəti testlərinə baxaq. 30-cu testi bundan əvvəlki videoda tam video kəsildi deyə tam izahını verə bilmədim. Demək, choose the nouns in the singular, təkdə işlənən isimlər sırasını seçmək lazımdır. Dishes, qab-qacaq deməkdir, həmişə cəmdə işlənən isimlər qrupuna daxildir, ona görə bunu seçə bilmirik. Pianos cəmdədir, bunu da seçə bilmirik, bizə tək lazımdır. Oil, food təkdə və hen də təkdə 3, 4, 5 cavabımız B variantıdır. 31-ci testdə nəzərə yetirək. Choose the compound nouns, mürəkkəb isimlər sırasında seçmək lazımdır. Sand və castle sözlərinin birləşməsində yaranıb bu söz və qum qalası mənasındadır, mürəkkəbdir, biri seçirik. Wisdom, dam şəkilçisi vasitəsilə yaranıb, wise sözündən təbii ki düzəldilib. Wise ağıllı deməkdir. Təbii ki dam şəkilçisi əlavə olunanda i hərfi ixtisar olunacaq və wisdom qalır. Wisdom müdriklik mənasını ifadə edir. Novelist is şəkilçisi vasitəsilə yaranıb, onu da götürə bilmirik. Toothpaste, diş pastası iki sözün birləşməsində yaranıb. Cavabımız 1, 4, C variantıdır. 32-ci testə nəzər yetirək. Choose the compound nouns, yenə mürəkkəb isimlər, daha doğrusu mürəkkəb isimləri seçməliyik. Servant ad şəkilçidir, birincini çıxırıq. Rainbow iki sözün birləşməsində yaranıb, mürəkkəbdir, ikini götürəcəyik. Statesman, states and man sözlərindən yaranıb və bunlar mürəkkəb sayılır birlikdə. Dövlətçi deməkdir, yəni dövlətdə xidmət edən şəxs. Darkness, burada şəkilçidir, ona görə onu da seçə bilməyəcək. Cavabımız 2, 3, Y variantı. 33-cü testə nəzər yetirək. Choose the pair of nouns in the singular. Təkdə işlənən isimlər sırasını seçmək lazımdır. Meal təkdədir, xörək mənasını ifadə edir. Flower təkdədir, gül, çiçək deməkdir. Cavabımız A variantı. B variantında glasses, eynəklər, ES şəkilçisi də əlavə oluna bilər. Məsələn, glass sözünə. Glass normalda şüşə deməkdir. ES əlavə olunarsa bakallar, stəkanlar mənasını ifadə edər. Ancaq həmçinin bu sözün bir mənası da var. Eynək deməkdir və eynək tərkibi iki hissədən ibarət olduğuna görə mürəkkəb isim sayılır. Yəni söhbət bir eynəkdən getsə belə iki gözlüyü var deyə o mürəkkəb sayılacaq ingilis dilində. Demək, C variantına nəzər yetirək. Balls, island, island sözü təkdədir, ancaq balls cəmdədir. Ona görə C variantına çıxırıq. Bir də mən glasses sözündən bağlı başqa bir məlumatı sizə çatdırım. Təbii ki, bəziləriniz bilərsiniz, ancaq bilməyənlər üçün deyim. Demək, glasses sözü dedim, həm stəkanlar mənasını bildirər və həm də eynək mənasını bildirər. İki mənası var. Sadəcə olaraq kontekstdən, yəni mətndən aydın olacaq və yaxud da sizə cümlədən aydın olacaq ki, söhbət eynəkdən yoxsa stəkanlardan gedir. Sonra D variantına nəzər yetirsək, monkeys cəmdədir, onu da çıxmaq lazımdır. G variantında tools, alətlər deməkdir, cəmdədir. Ona görə haqlı olaraq biz Y variantında götürə bilmərik və düzgün olaraq A variantında seçmişik. 34-cü testə nəzər yetirək. Choose the sentence with the noun in the singular. Təkdə işlənən isimlər sırasında cümləsini seçmək lazımdır. My pajamas burada cəmdədir, arda var həmçinin, yəni pijamalar həmişə cəmdə işlənir, sonunda S var və yenə vurğulayım ki, onu tərkibi iki hissədən ibarət olan isimlər həmişə cəmdə işlənəcək. This boy has got a grey coat. This təkdədir, boy təkdədir, ona uyğun olaraq uzlaşma xəbərimiz də təkdədir. Has a grey coat, bunlar da təkdədir. Demək, cavab olaraq cavabımızı B variantı işarə eləyək. Sadəcə digərlərinə də baxaq. Children cəmdədir, götürə bilmərik. The pillows, yastıqlar deməkdir, cəmdədir, götürə bilmirik.
The guests, qonaqlar. Bu da cəmdədir. Haqlı olaraq B variantını seçmişik. Afərin bizə. 35-ci testdə nəzər yetirək. Choose the nouns, isimlər cərgəsini seçin. Tourist, təbii ki, turist isimdir. Useful, faydalı deməkdir. Necə, nə cür faydalı? Useful information, faydalı məlumat. Brave, cəsur deməkdir. Bu da necə, nə cür sualına cavab verir sifətdir. Brave man olacaq sifət. Decoration, burada şın şəkilçidir. Ümumiyyətlə, burada şəkilçi nəzər yetirmək sadəcə bəzək mənasını ifadə edir, yəni tərcümə olaraq və isimdir. Ona görə 4-ü də seçirik. 1-4, Y variantı. 36-cı testə nəzər yetirək. Choose the compound nouns, mürəkkəb isimlər seçmək lazımdır. Hairbrush, hair ayrılıqda bir söz, brush ayrılıqda ikinci söz və mürəkkəbdir. Sandstorm, sand bir söz, storm ikinci söz, bu fırtınası deməkdir, mürəkkəbdir. Anniversary sadə isimdir, il dönümü deməkdir. Warship, war ayrılıqda bir söz, ship gəmi mənasını ifadə edəcək hərbi gəmi. Ship yenə burada gəmi mənasını ifadə edirsə, onu mürəkkəb isim kimi götürmək lazımdır. Ship həm də bilirsiniz ki, suffiksdir və o loqlik şəkilçisine uyğundur Azərbaycan dilində. Sadəcə burada əlavə gəmi mənasını ifadə edib deyə onu mürəkkəb götürmək lazımdır. Importance az şəkilçisi vasitəsilə düzəlib, bunu da götürə bilmirik. 1, 2, 4 cavabımız D variantı. Əziz tələbələr, belə videoların davamını istəyirsinizsə, zəhmət olmasa kanala abunə olun və videoya like etməyi unutmayın. Hər birinizə zehin açıqlığı arzulayıram. Allah heç bir əziyyətinizi yerdə qoymasın. Hələlik.